rast gəldiyim çox nadir, bəlkə də 10 min nəfərdən bir, bəlkə də çox az olur. Yəni İki fərqli rəngdə göz toplasaq, mən misal üçün görərəm 2 ayda bir dəfə. O qədər sıx deyil, yəni. Sual soruşsun ki, onların fərqli rəngdə olmağı onlar üçün bir risk daşıyırmı? Heç bir risk daşımır. Niyə əmələ gəlir? Bilinmir, genetikdir. Əksər hallarda ya oxşayır, biri ataya oxşayır, belə olur. Və yaxud da ki, soruşursan, atası anası qonur gözlüdür, amma digər gözündə mavidir, hə, babada mavi gözlük var. Əksər hallarda irsiyyətdən gələn genetik bir şeydir. Kənar bir faktorla əlaqəsi yoxdur. Fərqli rəngdə olmağına görə əlavə risk daşımaz. Biraz incə hesablara girsək, göz rənginə görə problem yaşanır. Ta ki, tünd rəngli gözlər fərqli xəstəliklərə meyilli olur, açıq rəngli gözlər fərqli problemlərə meyilli olur. Elə bir şey var. Yoxsa sağla solun fərqli rəngdə olmağı bu insan üçün problem yaradarmı? Yox, elə bir sıxıntısı yoxdur onların.